Rusiyada Z-blogerlər deyilən o dəstə hansılar ki, qeyd şərtsiz şəkildə Putini müdafiə edirlər. Onlar artıq demək Gerasimovu tənqid edirlər və sözün böyük mənasında sözlə onu parçalayırlar. Kağız üzərində artıq Xarkovu da alacaqlar deyib ona həm istehza edirlər, həm də onun və Rusiyanın ordusunun düşdüyü rəzil vəziyyəti ifşa edirlər. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna cəbhəsi ilə bağlı növbəti bəyanatları bu dəfə hətta Kremlə yaxın Z hərbi blogerlərin narazılığına da səbəb olub və Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Gerasimov yenidən Kupianskın ələ keçirildiyini, Rus ordusunun qərbə doğru irəlilədiyini və yeni yaşayış məntəqələrinin artıq azad olunduğunu açıqlayıb. Baş Qərargah rəisi bildirib ki, 6-cı ordunun bölmələri Kupianskdan qərb istiqamətində hücumu davam etdirir və Şevçenkova istiqamətində irəliləyir. O, demək, Kutkovkanın azad edildiyini, Velikaya Şapkovka uğrunda döyüşlərin getdiyini də iddia edib. Lakin məqalədə qeyd olunur ki, reallıq tam fərqlidir. Kupiansk hələ də Ukrayna silahlı qüvvələrinin nəzarətindədir. Halbuki şəhərin azad edilməsi barədə ilk bəyanatlar ötən ilin noyabrında verilmişdi və xəritələrdə də göstərirdilər ki, demək, Rus ordusunun şəhərin qərbinə doğru real irəliləyişi hal-hazırda yoxdur. İndi o xəritəni göstərəndə və demək, hər kəs onu görəndə bəlli olur ki, irəliləyiş deyilən bir şey sadəcə dildədir. Gerasimovun adını çəkdiyi yaşayış məntəqələri də Ukrayna ordusunun nəzarətində qalır. Rusiya qüvvələri yalnız Kutkovkaya yaxınlaşıb və Velikaya Şapkovkaya qədər isə təxminən 5 kilometrlik məsafə qalır. Gerasimov daha sonra 1-ci tank ordusunun Barovaya qəsəbəsini ələ keçirdiyini bildirib, ancaq yayılan videonun Barovayada deyil, artıq çoxdan Rusiya ordusunun nəzarətində olan Kalamiçxa kəndində çəkildiyi də ortaya çıxıb. Hətta Rusiya Müdafiə Nazirliyinə yaxın böyük Z kanallardan biri də bunu təsdiqləyib. Onların məlumatına görə Rus qüvvələri aprelin sonunda Barovayanın kənarına daxil olsalar da, may ayında Ukrayna ordusu onları geri çəkilməyə məcbur edib. Baş Qərargah rəisinin digər bir iddiası isə Krasny Limanla bağlı olub və Gerasimov şəhərin 85%-nin Rusiya nəzarətində olduğunu və küçə döyüşlərinin davam etdiyini də deyib. Amma həmin gün Z blogerlərin özləri limanda döyüşlərin yalnız kənar ərazilərdə getdiyini, cəbhədə ciddi dəyişiklik olmadığını da yazıblar. Heç bir 85%lik nəzarətdən söhbət belə gedə bilməz.